Azərbaycan Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən Fövqəladə Hallar Nazirliyinin Aran regional mərkəzinin rəhbərliyi ilə Ağdaş rayonunda iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi Polkovnik Leytenant Ramin Orucov, Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyasının, icra hakimiyyətinin mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, həmçinin Aran Regional Mərkəzini əhatə edən rayon icra hakimiyyətlərinin nümayəndələri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri, həmçinin mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Kompleks mülki müdafiə təlimi şərti olaraq Ağdaş rayonu ərazisində yaradılmış şərait üzrə 3 mərhələdə təşkil olunub. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının fövqəladə hallar komissiyalarının rəhbər və komandir rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub. Təlimin həyata keçirilməsində əsas məqsəd rayonun mülki müdafiə qüvvələrinin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fövqəladə hallara hazırlığı, baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ərazidə fəaliyyət göstərən bütün idarə müəssisə və təşkilatların, qüvvə və vasitələrin fövqəladə hallara hazırlığı, o cümlədən qurumlar arası fəaliyyət əlaqələndirmələrinin təmin olunmasından ibarətdir. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətə gətirilməsi, şəxsi heyətin xəbərdarlıq toplanış siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanılması və təhlilinin aparılması, görüləcək qəza xilas etmə və digər təxirə salınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulan məqsədlərə nail olunub. Təlimdə iki avtomobilin toqquşması zamanı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü gördüyünüz kimi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilir. Fuad Nazimoğlu, Elşad Cəfər, Layiq Qələndərli, APA TV, Ağdaş.